Bəli, biz elə bu məsələ ətrafında danışmağa davam edirik. Yaxın Şərqdə alovlanan müharibə təkcə regionu deyil, qlobal iqtisadiyyatın ən böyük layihələrindən birini də təhlükə altına alır. Çinin bir kəmər, bir yol təşəbbüsü qeyri-sabitliyin mərkəzinə çevrilə bilər. Tanker hücumları, boğazlara hücum və bölgədə artan gərginlik Pekini aktiv oyunçuya çevirir. Çin üçün həm xərclər artır, həm də tədarük zəncirləri qırılma təhlükəsi ilə üz-üzə qalır. Bəs Pekin bu böhranı necə idarə edəcək? Bu barədə bir araşdırmamız var. ABŞ-İsrail-İran müharibəsi Yaxın Şərqdə iqtisadi əlaqələri sınaqdan keçirir. İndi də Çinin münaqişə səbəbindən bölgədəki rolu dəyişir. İqtisadi maraqların ön plana çıxması Pekin regionda aktiv oyunçuya çevirir. Çünki bu ölkənin iqtisadiyyatı dəniz ticarətindən və enerji marşrutlarından asılıdır. Münaqişələr zamanı Çin münasibətləri tənzimləməyə çalışsa da, indiki vəziyyətdə Yaxın Şərqdə bu məsələ çıxılmaz duruma düşüb. Bir kəmər, bir yol təşəbbüsü bu ərazidən keçir. Çinin Avropa, Asiya və Afrikanı birləşdirən qlobal ticarət infrastruktur layihəsidir və bu, Yaxın Şərqin ən kritik keçid zonalarından biridir. Hörmüz boğazında Çinlə əlaqəli gəmilərin hərəkəti məhdudlaşdırılıb. Dəhlizlərin daralması əsas problem kimi ortaya çıxır. Hazırda Bab əl-Məndəb boğazı və Süveyş kanalı təhlükə ocağı sayılır. Nəticədə Çin mallarını Avropaya daha baha və geç çatdıra bilər. Enerji axınında çətinlik və qlobal ticarətdə üstünlük zəifləyə bilər. Çin dövlətinin təqribi olaraq Hörmüz boğazından aldığı neftin 5,5 milyon barel neftinin təqribi olaraq gün ərzində 1,3-1,5 milyon barel neftə qədər enməsinə gətirib çıxarmış. Küveytlə birlikdə yeni bir limanın inşa olunmasına görə 4,1-4,5 milyard civarında bir yerdə saziş imzalamışlar. Sığorta şirkətlərindən anlaşılıb, gəmilər, öz gəmiləri və yaxud da İran tankerləri vasitələrindən neftin daşınmasını təmin etməkdir. İkinci yolu isə Çinin Avropa marşrutunun deməli Cənubi Qafqaz və yaxud da İran vasitəsindən həyata keçirilməsində böyük bir problem yarandığına görə Rusiya üzərindən, Şimal dəhlizi üzərindən həyata keçirilməsini çalışmalarıdır. Çin Yaxın Şərq vasitəsilə ən qısa və iqtisadi baxımdan səmərəli marşruta sahibdir. Həm də bu bölgənin enerji qaynağı olduğunu nəzərə alsaq, regionun Pekin üçün əhəmiyyəti başa düşülür. Çin bu ərazilərdə limanlar tikir, dəmir yolları və logistika mərkəzləri yaradır. Enerji layihələrinə milyardlarla investisiya yatırır. Dünyanın ən böyük xam neft idxalçısı olan Pekin Səudiyyə